Bizim hakimlər üçün gətirmişəm. Taxsınlar gözlərinə. 10.271.638 nəfər Azərbaycan vətəndaşından görməyən 6 nəfər oldu. Ürəyim soyumayacaq, tək baş hakimlə qalmıram. Hamısını bir-bir sayacağım. Baş hakim Rauf Cabbarov, Eyüp İbrahimov, Tərlan Talıbzadə, Nizat İsmayıllı, Var hakimi Vüqar Həsənli, Avar Zeynal Zeynalov. Söhbət Turan Şamaxı oyunundan gedir. Epizodu elə bura qoyacağım, baxarsınız. Valla buna qol deməmək üçün nə lazımdır? Ancaq qol-line texnologiyası olsa başa düşərik. Deyər ki, bir milli topun iz düşümü düşüb xəttin üstünə. Bizdə qol-line da yoxdur axı. Var bu epizoda necə baxıb qənaətə gəldi ki, top qapı xəttini tam keçməyib. İstəməzdim birbaşa hakim qərarı ilə başlayayım, amma bu elə bir epizoddur ki, valla buna toxunmasa haqsızlıq olar. Çünki Turan bu qolla qalib gəlməli idi. Qalib gələnləri də çox da biz mühakimə eləmirik. Lap yenə danışmaq olardı, amma bu epizoddan sonra mən bugün bu oyundan danışmaq istəmirəm. Bu epizodla bağlı mütəxəssis rəyi yerləşdirməyəcəm. Çünki kör gördür da, bunun nəyinə mütəxəssis rəyi lazımdır. Yoldan bir nəfəri sevir, soruş ondan ki, burada qoldur yoxsa yox, deyəcək qoldur. Hakimlərimiz kimə güvənir, nəyə güvənir? Bilirəm, bu komandanı da Xəzər Lənkəran 2 eləmək istəyirsiniz. Amma Turan, siz girəcəyiniz kol deyil. Turun digər oyununda Neftçi Araz Naxçıvanı 5-0 hesabı ilə məğlub elədi. Özdə oyundan dərhal sonra da paylaşdım. Heyətində 5 yerli oyunçu ilə. Bilirəm, bizim bu yerli legioner məsələsinə çox taxıntımız var. Amma mənim şəxsən rastıma çıxmadı ki, görüm kimlərsə Neftçidən belə yazsınlar, danışsınlar ki, halal olsun, 5 dənə yerli oyunçu oynadır. Ona görə də çalışacağım yerlilərin tənqidindən biraz qaçım. Yəqin başa düşdünüz də kimi tənqid eləmək istirdim. Elvin Bədəlovdan söhbət gedir. Amma digər yerli Emil Balayevə söz yoxdur. Oyunculardan danışırıqsa, Breno Almeida'nın adını çəkməsə günah olar. Bir də 5-0'lıq qələbənin üzərinə kimi tənqid eləyəsən ki? İnşallah Qarabağda konferans liqasının liqa mərhələsinə vəsiqə qazanar. Bu, bütün ölkəmiz üçün uğurdur. Amma məncə Neftçi azarkeşləri bunu daha çox istəməlidir. Çünki Qarabağın da, Sabahın da başı Avrokuboklara qarışanda bu heyətlə Neftçi bu mövsüm çempion ola bilər.